dayandığı yerdə vurub. Sumqayıtda qətl hadisəsi baş verib. Hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən yaşadığı evin həyətində qətlə yetirilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Hazırda faktla bağlı araşdırma davam edir. Mən burada yox idim. Zəng elədilər mənə, dedilər ki, bəs belə-belə. Mən gəldim, gördüm xəstəxanaya aparırlar. İndi piyan olub, nədirsə, onun dayandığı yerdə vurub dediklərini. Dost olublar, onlar yoxsa tanış oldu? Bu evdə böyüyənlərdən, qonşu olublar. Qonşu bu dalda olur da, bizdən bir 3-4 nəfər, 3-4 ev o tərəfdə. Burada uşaq mənlə görüşüb, öpüşmüşük, 2 saatdan sonra getmişim evə. Evə gedən kimi mənə zəng gəlib ki, həmin uşaq bunu vurub. Həmin uşaq da normal uşaq deyil, o vuran adam. Qonşu olub, bu evdə böyüyüb, bu evin çörəyindən böyüyən adamdır. Hə, deyir, evli olubdu, 3 uşağı var, amma dərsən ayrılıblar, səhv eləmirəmsə. Amma yaxşı adam kimi tanıyıram da, atasında, anasında, uşağın da haqqında nə bilim, elə bir şey bilmirəm da. Yalandan deyim ki, pis hərəkətini görmüşəm, bilmişəm, yox. Valideynlərini tanıyıram da, bir-birimizin xeyrinə, şərinə gedib gəlirik, ona görə tanıyıram. Oğlan da elə belə qiyabi olaraq adını eşitmişəm. Onlar da burada qalırlar, amma qonşu olduqlarını bilmirəm da, dərsən aşağıda qalırlar biraz bunlardan. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma davam etdirilir.